Yaxınlaşmaqda olan bayram və qeyri-iş günlərindən bağlı olaraq Bakı Beynəlxalq Avtovağzal kompleksində ənənəvi sərnişin sıxlığı müşahidə olunur. Lakin buna baxmayaraq avtobuslar reysləri üzrə hərəkət edir. Dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni il bayramı ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Şəhərlər arası və rayonlar arası marşrutlar üzrə fəaliyyət göstərən daşıyıcılara sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasının təmin edilməsi barədə müvafiq tapşırıqlar verilib. Kassalarda tariflərə uyğun olaraq biletlərin qanuna müvafiq qaydada satışı həyata keçirilir. Tətili ölkənin müxtəlif bölgələrində keçirməyə hazırlaşanlar isə indidən yola çıxır. Yeni il münasibətilə rayona gedirəm. Onlayn şəkildə bilet aldım. Üçün gəldim bura, yəni sərişi çox rahat oldu. Gəldim buradan bilet aldım, kassadan yaxınlaşdım. Köməklik göstərdilər bilet almağım üçün. Gəncəyə bilet alındı. Hal-hazırda Gəncəyə gedirik. Yəni asan şəkildə girirsən, qısa müddətdə 5 dəqiqə ərzində yəni həll olunur. Kassadan aldım bütün biletləri, rahat 13 manat 10 qəpiyə, kondisionerin hamısı işləyir, istidir avtobuslar. Bakıdan Bərdəyə işləyən avtobusdur. Hər səhər avtobuslarda baxılır, qaraj sistemində özümüz də hər səhər müayinədən keçirilir. Həkimlərimiz sağ olsunlar, keçirirlər. Hansısa problem olan işə buraxmırlar, elə bir şeyimiz də olmuyor, şükür Allaha. Tam təhlükəsiz şəkildə sərnişinlərimizi mənzil başına çatdırır. Yarana biləcək sərnişin sıxlığının qarşısının alınması istiqamətində də mühüm addımlar atılıb. Eyni zamanda avtobusların təsdiq edilmiş hərəkət cədvəlinə ciddi riayət olunması tapşırılıb. Xəttə çıxan bütün avtobuslara real vaxt rejimində 24 saat ərzində nəzarət olunacaq. Vətəndaşlarımız biletləri həm avtovağzalların kassalarından, eyni zamanda onlayn platforma olan biletim.az üzərindən əldə edə bilərlər. Qeyd edim ki, hazırda biletim.az portalı üzərindən 56 şəhər və rayondan 86 istiqamət üzrə bilet almaq mümkündür və sistemdə hazırda 347 reys olmaqla 395 nəqliyyat vasitəsi vətəndaşlara xidmət göstərir. Kassalar önündə sıxlıq yaşamamasın deyə vətəndaşlara tövsiyə olunur ki, biletləri öncədən biletim.az portalı üzərindən əldə etsinlər. Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə nəqliyyat vasitələri də mütləq qaydada buraxılacaq. Qatarla bölgələrə səfərə hazırlaşanlar da az deyil. Bu səbəbdən Azərbaycan Dəmir Yolları da gücləndirilmiş iş rejiminə keçir. Azərbaycan Dəmir Yollarının bütün strukturları dekabrın 31-dən gələn il yanvar ayının 4-ünə də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədindən mühüm tədbirlər görülür. Belə ki, hərəkət vasitələrinə texniki baxış keçirilir, infrastrukturda davamlı yoxlamalar aparılır. Bu bayram günlərində artan sərnişin tələbatını nəzərə alaraq rayonlararası istiqamətlər üzrə əlavə reyslər təyin edilib. Mühüm turizm bölgələrimizdə olan Qəbələyə 31 dekabr 4 yanvar tarixlərində hər gün hər iki istiqamətdə olaraq bu günlərdə əlavə reyslər təyin edilib. Eyni zamanda Bakı-Ağstafa, Bakı istiqamətlər üzrə 26-31 dekabr 1-4 yanvar tarixlərində əlavə reyslər təyin edilib. Əlavə olaraq Bakı-Qazax-Bakı marşrutu üzrə də sərnişinlər əlavə reyslərlə səfər edə bilərlər 1, 2 və 4 yanvar tarixlərində. Tələbat artacağı təqdirdə digər reyslərə əlavə vaqonların qoşulması da nəzərdə tutulur. Bundan başqa, Azərbaycan Dəmir Yollarının 24 saat fəaliyyət göstərən 18-22 əlaqə mərkəzi də bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq. Ələkbər Salih, Emin Tağıyev, Zaur Həşimov, Telesər.